Değerli həmvətənlərimiz, ilk önce hər birinizi xəstələnməmək arzusundan salamlayıram. Bugün biz 2025-ci ili yola salmaq ərəfəsindəyik. Hər birinizi qarşıdan gələn ilin sağlam canla, firavan, mehriban, sayğı dolu, sevgi dolu gözəl günləri yaxınlarınızla, sevdiklərinizlə birgə keçirməyi arzu edirəm. Bu il emosiyalarla dolu il oldu. Əlbəttə, itirdiklərimiz də oldu, uğurlarımız da oldu. Allah'ın izniyle həyatı bəxş elədiyimiz xəstələrimiz də oldu. Buna görə keçən ilə biz gəlin birlikdə təşəkkürlərimizi bildirək. Müdrikləşdirən dərslərə görə, ürəyimizi isidən sevinclərə görə və ruhumuzu gücləndirən sınaqlara görə. Qarşıdan ili sizə ailənizlə, valideynlərinizlə sevinç dolu, sayğı dolu, mehriban, sağlam canla, bol pozitiv emosiyalı günlər keçirməyini arzulayardım. Gənclərə də həyatında uğurlar, qarşısına qoyduğunuz arzuları, qarşısına qoyduğunuz nailiyyətləri əldə eləmək üçün sakın pes etməyin. Uğurlarınız bol olsun. Yeni ildə görüşmək ümidi ilə.